Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli ve ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli ve ba'd. Möhtərəm qardaşlarım, mən birinci özümə, sonra isə Allah Taala'dan haqq olan təqva ilə qorxmağı nəsihət edirəm. Çünki haqq olan təqva Allah Taala'dan gizlində və aşkarda qorxmaq deməkdir. Gizlində və aşkarda qorxmaq. Çünki gizlində Allah Taala'dan qorxmaq çətindir. Amma aşkarda isə Allah Taala'dan qorxmaq asandır. Çünki gizlində qorxmaq nə üçün çətindir? Çünki səni heç bir məxluq görmür. İnsan da əslən insanların, başqa məxluqların ona müşahidə eləməsini sevir. Və ona müşahidə eləməsini sevir. Ona görə də gizlində Allahdan qorxmaq, bu deməkdir ki, qul yalnız və yalnız Rəbbinin müşahidələri, nəzərləri altında əməllərini davam edir və yaxud da günahları tərk edir. Və bugün toxunmaq istədiyim mövzu Əhl-i Sünnənin, Sələf-i Salihin mənhəci haqqında, mənhəci ilə əlaqədar bir mövzudur. O mənhəc ki, Əhl-i Sünnəni, diyarları, müsəlmanları qoruyur və o məsələ ki, bidət əhli ilə sələfin arasındakı böyük bir səddir, böyük bir divardır. O da əminamanlıq nemətini, əminamanlıq üstünlüyünü qoruyub saxlamaqda səy göstərmək. Çünki xavariclər də öz zamanlarında əminamanlıq neməti üçün çalışırlar, amma sünnənin üzərində yox, bidətin üzərində çalışırdılar. Amma Allah Taala'nın öyrətdiyi, Muhammed sallallahu əleyhi və səlləmin öyrətdiyi əminamanlıq isə tamamilə fərqlidir. Və əminamanlıq neməti haqqında danışılanda elə ən birinci kəlmə olan elə iman nemətidir. İslam nemətidir. Necə ki Allah Taala öz kitabında buyurur ki: "Balillahu yamunnu aleykum en hadakum lil iman in kuntum sadiqin." Allah Taala öz kitabında buyurur ki, Allah Taala'nın burada vurğuladığı yamunnu aleykum sizə minnət olaraq, yəni Allahın minnəti onun fəzilətidir. Çünki Allah Taala'dan gələn minnət şərəfdir. Amma məxluqun məxluqa minnət qoyması isə halal deyil. Məxluqun məxluqa, yəni insanın insana qoyduğu minnət isə zillətdən başqa, əziyyətdən başqa bir şey deyildir. Və Allah Taala'nın qoyduğu minnət isə nemətlərini xatırlatmaq və qulun ucalığı deməkdir. Və Allah Taala buyurur ki, Allah sizə öz nemətini xatırladır və yaxud da Allah sizə öz nemətini vurğulayır və onun nemətlərindən də sizə hidayət verməsi və bu hidayət verməsi, bu nemətə qədər dəyərləndirirsinizsə, sadiqsinizsə, bu neməti dəyərləndirin. Və iman sözü elə əminamanlıq sözündəndir. Elə əminamanlıq sözü elə iman sözündəndir. Çünki insan iman gətirəndən sonra əminaman olur. Yəni insanlar ondan əmindilər. İnsanlar əmindilər ki, ondan zərər gəlməz. İstər gizlində, istər aşkarda. İnsanlar əmindilər ki, onun heç bir zərər olmayacaq, nə kiçik, nə böyük. Çünki İslam dini elə qayda qanunlar qoyub ki, iman gətirənlərin üzərində o qayda qanunları həyatında tətbiq edən başqalarına zərər verməz. Subhanallahil-azim, şəriət başqasının malını, mülkünü qorumaq üçün hər hansısa bir müsəlmanın malının, mülkünün qorunması üçün onun mülkünü oğurlamaq istəyənlərin və yaxud oğurlayanların əlini kəsib. Əslində çətindir, şiddətli bir tətbiqdir və bunun sayəsində əminamanlıq yaranıb və bunun sayəsində də insanlar qorunublar. Çünki insanın etmək istədiyi günahın cəzasına qədər böyük olarsa, insan ondan qorxar və ondan çəkinər. Və Allah Subhanahu wa Taala'nın rasullarından olan İbrahim aleyhissalam o zamanki oğluyla Kəbəni tikib bitirdikdən sonra və artıq orada Allaha xidmət etdikdən sonra, necə ki Quran-ı Kərimdə başqa ayələrdə biz rast gəlirik buna, Allah Taala başqa ayələrdə buyurur ki, orada rükû edənlər və səcdə edənlər üçün, etiqafda olanlar üçün oranı təmizləyin, oranı abad saxlayın. Və onlar bu fəzilətə nail olduqdan sonra İbrahim aleyhissalam Rəbbinə dua edib dedi ki, Rabbi cəal hədə bələdən əminə. Allah Taala üzr istəyirəm. İbrahim aleyhissalam Məkkə üçün dua etdi ki, ey Rəbbim, bu Məkkəni, bu Kəbəni əmin aman bir diyar elə. Siz diqqət yetirin, İbrahim aleyhissalam Allah Subhanahu wa Taala'dan istəmədi ki, oranı zəngin bir diyar etsin. Oradakı insanların pulu parası çox olsun. Oradakı insanların övladlarının sayı çox olsun. Oradakı insanların mülkü çox olsun. İbrahim aleyhissalam dua etdi ki, Rəbbinə ki, oranı əmin-amanlıq diyar etsin. Çünki bir diyar ki, əmin-amandırsa, orada olan kasıbçılıq da hətta rahat olacaq.
Əgər bir diyar ki, əmin-aman deyilsə, orada olan zənginliyin də bir faydası olmayacaq. Çünki əslən sən zənginliyi hansı tərəfə xərcləyəcəyi bilə bilməyəcəksən. Hər bir tərəfdən zərər gələcək, hər bir tərəfdən qorxu gələcək. Ona görə də peyğəmbərlər Allah Taalaya yaxın, Allaha ən yaxın şəxslər idilər və peyğəmbərlər Rəbblərini ən yaxından tanıyanlar idilər. Ona görə peyğəmbərlərin etdiyi dualar necə ki sələfin mənhəcindəndir, peyğəmbərlərin etdiyi dualarla dua etməyin ən üstünü sayılır. Çünki peyğəmbərlər həmişə Allah Taala'dan istədikləri zaman ən üstünlərini istəyərdilər. Necə ki peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləm öz zövcəsinə, öz zövcələrindən biri evində oturub sübh çağından sonra duhaya qədər Rəbbini zikr eləyir. Və peyğəmbər sallallahu əleyhi və səlləm ona qayıdandan sonra deyir ki, "Neynədin?" Dedi, "Bu halımı dəyişmədim, hətta Rəbbimi çoxu zikr elədim." Və peyğəmbər sallallahu əleyhi və səlləm ona bir neçə zikir öyrədir. Dedi, "Vallahi bu bir az sayda olan zikirlər sənin bu qədər saatlar ərzində oturub Rəbbini zikr etməndən üstündür." Çünki peyğəmbərlər Allah Taala'nın nədən razı qaldıqlarını ən gözəl biləndən idilər. Və ona görə də İbrahim əleyhissalam Allah subhanahu və Taala'dan mülk, mal yox, elə əmin-amanlıq istədi. Bu da onu göstərir ki, əmin-amanlıq maldan, mülkdən də üstündür. Və həmçində Allah Taala başqa bir ayədə buyurur ki, Qureyş surəsində hamımızın bildiyi Allah Taala buyurur ki, "Fəliyə'budu Rabb hədəl beyt." Bu evin Rəbbinə, yəni Kəbənin Rəbbinə ibadət edin. Və "Əlləzi at'amahum min cu'in və amanahum min xawf." O Allaha ki, sizə əmin-amanlıq verdi. Aclıqdan və qorxudan sizə bir əmin-amanlıq bəxş etdi. Və bu da göstərir ki, aclıq və qorxu əmin-amanlıqdan deyil. Aclıq və qorxu əmin-amanlıqdan deyil. Və Allah subhanahu və Taala sizin üzərinizdən o aclığı da, o qorxunu da götürdü və onların ikisinin yerinə sizə əmin-amanlığı gətirdi. Ona görə də və şərt qoydu. Və Allah subhanahu və Taala şərt qoydu. Çünki Allah Taala hər hansısa nemətlərini qullarının üzərinə əta edirsə, onun bir səbəbi var. Çünki Allah Taala bizi əslən özünə ibadət etmək üçün yaradıb. Və ibadətdən geriyə qalan məsələlər isə heç biri əsl deyil. Sadəcə Allah Taala onları bizə bəxş edib ki, bizim qəlbimiz rahatlasın deyə. Amma məsələnin Allah Taala'nın verdiyi acılıqdan və qorxudan sonra gələn əmin-amançılıq nemətini Allah Taala verdi. Şərt olaraqsa fəliyə'budu. Fə burada səbəbiyyədir. Yəni ki, bu səbəblə, yəni Allah subhanahu və Taala hansı ki sizə o acılıqdan və qorxudan sonra bir əmin-amanlıq verdi, bu səbəblə Allah Taala olan ibadətlərinizi artırın və diqqət yetirsəz Allah Taala cəm olaraq əmr etdi. Demədi ki, fəliyə'budu. Dedi ki, fəliyə'budu. Yəni hamılıqla ibadət edin. Çünki bəziləri var idi ki, o həmən qorxunu və aclığı heç görməmişlər əslən. Hətta onlar da belə Allah subhanahu və Taala'ya qarşı olan ibadətlərini artırmalıdırlar. Və həmçinin də Allah Taala kitabında cənnətini yaratdığı cənnətini danışır. Və hətta cənnət haqqında Allah Taala danışanda buyurur ki, "Udxuluha bisalamin aminin." Ora əmin-aman olduğunuz şəkildə girin. Hətta bu onu göstərir ki, cənnət əhlinin özünə də əmin-amanlıq lazımdır. Bu da əmin-amanlığın nə qədər üstün bir nemət olduğunu göstərir. Hətta cənnət belə əmin-aman bir yer olmasaydı rahatçılıq olmazdı. Baxmayaraq ki, cənnət rahatçılıq diyarıdır. Hətta Allah Taala öz kitabında buyurur ki, orada əmin-amanlıqla girin. Allah subhanahu və Taala orada o cənnətin əhlinə də əmin-amanlığı nəsib edib. Allah Taala biz onlardan eləsin. Və Allah Taala öz kitabında başqa bir ayədə buyurur ki, "Və hum fil ghurufati aminun." Onlar öz yerlərində, onlara aid olan yerlərdə, onlara aid olan məkanlarda əmin-amanlıq içində olacaqlar. Hətta cənnət özü də belə əmin-amanlıq yeridir. Və necə ki, cənnət özü əmin-amanlıq yeridir və həmçində Allah subhanahu və Taala'nın nazil etdiyi şəriət də bu dünyanı əmin-aman etmək üçündür. Və şəriət bizə, dinimiz bizə nəinki əmin-amançılığın səbəblərini və hətta əmin-amançılığa aparan yolları da öyrədib. Və həmən o yollardan Peyğəmbər sallallahu aleyhi və səlləm, necə ki, Əbu Hüreyrə radiyallahu anhun rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, zaman yaxınlaşacaq. Yəni Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm qiyaməti qəsd edirdi və qiyamət yaxınlaşacaq və əməllər naqisləşəcək. Və necə görünür? Əməllərin naqisləşməsi, azalması, xüsusən ümmətin, xüsusən iman gətirənlərin əməllərinin azalması və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, fitnələr çoxalacaq. Və fitnələrin çoxalmağından sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, üzr istəyirəm, fitnələr açıq-aşkar şəkildə olacaq.
Və Allah Resulü buyurur ki, və yukthirul harac. Bizim dildə də var bu həcməclik sözü, bizim dildə də var. Və sahabələr bilmirlər harac sözü nə deməkdirsə. Burada əlavə bir fayda olaraq onu deyə bilərəm ki, qardaşlarım, bəziləri necə deyirlər ki, din ərəblərə gəlir və s. Elə deyildi. Hətta ərəblər də bəzi məsələləri başa düşmürlər. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşdular: "Qalu və mal harac ya Rasulullah?" Allah dedilər ki, həcməclik yəni nədir ki o? Ey Allahın Rəsulu? Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, "Əl-qatlu, döyüşdür." Yəni müharibələr budur. Həcməclik budur. Və Peyğəmbər sallallahu əleyhi və səlləm yaşadığı zamanda, yəni təxminən 14 əsr yarım şəriətlə indi 1447-ci ildir hicri ilə. Peyğəmbər sallallahu əleyhi və səlləmin müsəlman təqvimlə 1447 il. Bundan öncə dediyi sözlər idi təxminən. Və indi görürsüz müharibələrin çoxalmasını, insanların ölümünü. Allah Rəsulü bunların hamısını bilirdi. Çünki Allah Rəsulü mə yantiqu anil hava. Necə ki Allah Təala kitabında buyurur ki, o öz nəfsindən danışan deyil. Və həmçinin də qardaşlarım, Peyğəmbər sallallahu əleyhi və səlləm tərifləyərdi müsəlmanı və deyərdi ki, müsəlmana halal olmayandır ki, müsəlmana halal deyil, ona halal olmayan bir qan tökməyi. Hər hansısa bir qan tökmək əmin-amansızlığın pozulmasıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm qan tökməyi haram etdi və hətta Allah Rəsulü buyurdu ki, bir müsəlmanı sövmək fasiqlikdir, onu öldürmək isə küfrdür. Yəni təbii ki, kiçik küfür. Kiçik küfürlər də bilirsiniz, böyük günahlardan üstündür. Kiçik küfürlər böyük günahlardan, məsiyədən üstündür və həmçinin də Peyğəmbər sallallahu əleyhi və səlləm necə az öncə toxunduğum hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, ən böyük günahlardan da müsəlmanın qanı tökməsi. Hətta Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləm qadağan etdi qardaşının, müsəlmanın bir-birinin üzərinə bir dəmirlə işarə eləməsinə, hətta onu zarafat eləmək məqsədi ilə olsa belə. İslam dininə görə haramdır. İslam dininə görə haramdır ki, dəmirlə zarafat eləmək. Subhanallahil-azim. Əgər dəmirlə zarafat eləmək, əgər bıçaqla, qılıncla və ya hansısa bir şeylə, müasir dövrün bir silah fərq eləməz, hər bir şeylə zarafatla olsa da zarafat eləmək, zarafat olsa da belə etmək haramdırsa, müsəlmanı öldürmək bəs necə? Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm xavaricləri ən böyük fitnəkarlar adlandırırlar. Ki Allah Rəsulü vəsf edərdi ki, onlar şirk əhlini, küfr əhlini, kitab əhlini və onlara bənzəyənləri tərk edəcəklər və haqq əhlini öldürəcəklər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm dəmirlə işarə etməyi haram etdiyi halda onlar isə hətta Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləmin sahabələrini də belə öldürmüşdülər. Və həmçinin də Muhammed sallallahu əleyhi və səlləm qadağan eləyir zimmini öldürməyi, yəni ki, kafirləri öldürməyi. Və Allah Rəsulü buyurur ki, kim müsəlmanların içində yaşayan qeyri bir müsəlmanı, əmin-aman birini öldürsə, artıq qiyamət günah şahidi olmayacaq. Müsəlmanların içində yaşayan qeyri-müsəlmanlar, istər orada işçilər olsun, istər ticarətçilər olsun, istər oranı gəzməyə gələnlər fərq eləməz, istər səyyahlar olsun, fərq etməz. Kimlər ki, əmin-amanlıq şəklində girib və əmin-aman şəkildə çıxacaqlarsa, şəriət hətta onları belə öldürməyə haram edib. O ki, qalmışdı müsəlmanları öldürmək. O ki, qalmışdı müsəlmanların qanını tökmək. Ona görə Allah Teala kitabında buyurur ki, وَمَنْ يَقْتُلُ مُؤْمِنًا مُتَعَمِّدًا Kim ki, bir mümini, Allah Teala kitabında buyurur ki, müminən, bir dənə mümini. Müminləri demir, müsəlmanları demir. Allah Teala deyir ki, وَمَنْ قَتَلَ مُؤْمِنًا مُتَعَمِّدًا Yəni, burada bir mümini, burada müminən sözünün sifəti, yəni, vahidən, əhədən. Yəni, bir mümini öldürərsə, fəcəzəuhu cəhənnəm. Onun cəzası cəhənnəmdir. Oddur. Xalidən fiyhə və orada əbədi qalacaq. Allah Teala buyurur ki, və qaziballahu aleyhi və la'anahu və a'addə lehu azəbən azimə. Bu Allah Teala'nın ona olan bir vədidir və lənətidir. Orada əbədi əzab çəkəcək. Bir mümini öldürmək. Düzdür, təbii ki, bu ayə qeyri-müsəlmanların, yahudilərin üzərinə nazil olub. Yəni, hər hansısa bir müsəlmanı öldürməsi ona əbədi odda saxlamır. Çünki əhl-i-sünnənin etiqadına görə əbədi odda yalnız da xalis kafirlər qalacaqlar. Əhl-i-sünnənin haqq olan etiqadına görə, haqq olan ən düzgün etiqada görə, sələf-i salihin, sahabənin etiqadına görə əbədi odda yalnız da xalis kafirlər qalacaqlar. Hətta böyük günahkar müsəlmanlar da belə oddan çıxacaqlar cəzasını çəkdikdən sonra. Amma ki, oda girəcəklər. Kim bir mümini, kim bir müsəlmanı qəsdən, qəsli şəkildə öldürərsə oda girəcək.
Subhanallahil azim, bu dünyanın odunu, ateşini, kiçiyini belə götürmək çətindir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, bu dünyanın odundan 70 dəfə artıq yanır. Sahabələr dedilər ki, ya Rasulullah, məgər bu dünyanın odu qədər əzab olsaydı cəhənnəmdə bəs eləməzdimi? Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, bəs eləyərdi. Amma Allah Taala'nın əzabı şiddətlidir. Necə ki, nemətləri şiddətli və üstündür. Məgər Allah Taala cənnəti bu dünyanın ən gözəl yerləri eləsəydi, bu dünyanın ən gözəl gör nə qədər yerləri var. Allah Taala bizə o yerləri cənnət olaraq vəd eləsəydi, bəs eləməzdi? Vallahi bəs eləyərdi. Amma əksinə ondan üstünlüyü verdi. Necə ki, Allah Taala nemətlərin içində ən üstünlüyü verdi və əzabında da ən şiddətlisi verdi. Çünki Allah ədalətlidir. Necə ki, nemətlərində üstündür və verəcək əzablar üstündür. Çünki o nəyə əzab verəcəksə onu əvvəldən bizə deyib. Yeganə imtahandır. Yeganə imtahandır ki, həmən günü soruşulacaq suallar bizə bəllidir. Və yeganə imtahandır ki, tərəzisi fərqli işləyir. Bu dünyanın tərəzisi qədər kimi deyil qiyamət olan tərəzi. Bu dünyanın tərəzisi 1 kiloya 1 kilonun miqyasında ölçür. Əgər bir tərəfə yarım kilo qoysan, 1 kilo tərəf ağır gələcək. Amma qiyamət olan tərəzi elə işləmir. Allah Subhanahu wa Taala'nın qoyacağı tərəzi ilə işləmir. Necə ki, məşhur qissədə, hədisdə, necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əməl dəftərləri günahlarla dolu insan gətirəcəklər. Və o insan hətta sonda biləcək ki, və hamısı da əməl dəftərləri günahlarla dolu, hətta elə günahlar dolu ki, gözünün son məsafəyə görəcəyi qədərdir dəftərlər. Və o biləcək ki, artıq Allah onu bağışlamayacaq və o da atılacaq. Və onda bir kağız, hədith-i bitaqa deyirlər buna, kiçik bir kağız çıxardılacaq. Və artıq o kağız tərəzinin gözünə qoyulanda artıq o biləcək ki, onun faydası olmayacaq. O həyatında bir dəfə la ilahə illallah Muhammed Rasulullah demişdi. Və həmən onunla bağışlandı. Yəni əslən mümkün deyil o boyda kitablara nisbətdə bu həmən balaca bir kağız ağır gəlsin. Bu onu göstərir ki, o dünyadakı, yəni Rəbbin yanındakı tərəzi bizim bu dünyadakı qoyduğumuz tərəzilər kimi işləmir. Ona görə də Allah Subhanahu wa Taala'nın qatında müsəlmanın üstünlüyündəndir ki, hətta o müsəlmanı öldürsə də belə onun əbədi od yoxdur. Hətta baxmayaraq ki, o müsəlmanın etdiyi günah böyük günahdır. Və qardaşlarım, bunlar hamısı danışanlar əhl-i-sünnənin mənhəci idi və burada hətta xavariclərə diqqət yetirdirsə, mühazirənin əsnasına diqqət yetirdirsə, rədlər var idi. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, müsəlmanı söymək fasiqlikdir və müsəlmanı öldürmək isə küfrdür. Necə ki, məsələn, bugün bəzi firqələr bəzi əməlləri tərk edənləri küfrdə və kafir olmaqda ittiham edirlər və ümumi məsələləri götürürlər və biz onlara rədd verəndə ki, şəxslərə ümumi gələn naslarla, yəni Quran və sünnə ilə hökm verəndə artıq onlara şəxsi hökm vermək qadağandır, təfsilata getmək lazımdır, haqq çatdırmaq və hüccət çatdırmaq lazımdır. Və onlar deyirlər ki, xeyr, elə bir şey yoxdur. Əgər bir kəs filan əməl eləyirsə, o mütləq şəkildə kafirdir. Əgər mütləq şəkildə kafirdirsə, elə mütləq şəkildə gələk bütün xavariclər də kafir olsun. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, mömini öldürmək, müsəlmanı öldürmək küfrdür. Peyğəmbər sallallahu əleyhi və səlləm deməli ki, kiçik küfrdür. Peyğəmbər sallallahu əleyhi və səlləm deməli ki, kafirlər öldürsə böyük küfrdür, müsəlmanlar öldürsə kiçik küfrdür. Hədisin içində şərh və izah gəlmədi. Amma biz bilirik ki, xavariclər öldürüblər sahabələri. Və xavariclərdən sonra gələn bəzi firqələr tabinlərdən nə qədər tabinləri haqq üzərində, onlar haqq üzərində olduqlarına görə öldürüblər. Bu da mənhəc təkfir məsələlərində ki, insan etdiyi günaha görə, müsəlman etdiyi günaha görə təkfir olunur, hətta ona hüccət çatmayana qədər, hətta ona hüccət qalxmayana qədər. Və qardaşlarım, bu qısa bir xatırlatma idi. Əmin-amanlığın qorunması barəsində, əmin-amanlığın müsəlman həyatına nə qədər vacib olması barəsində və mühazirənin əsnasında da vurğulandığı kimi dünyanın olması, pulun, paranın olması, var-dövlətin olması o qədər də fayda verməyəcək, hətta əmin-amanlıq olmasa da, necə ki, Peyğəmbərlər də Allah Taala'dan istəyərlər və deyərlər ki, bu diyarı, bu yerləri əmin-amanlıq et. Çünki əmin-amanlıq olsa, ibadətlər də sabit qalacaq və hətta dünya az olsa da belə, həmən o dünyada xeyir olacaq və bərəkət olacaq. Və Allah Taala'dan istəyirəm ki, biz ölkəmizdə əmin-aman diyarı eləsin və başçımızı, dövlət başçımızı, rəhbərimizi qorusun. Ona xeyirli qərarlar verməkdə Allah ona asanlıq versin, vəfəqiyyət versin və xeyirli adamları onun ətrafında cəm eləsin. Və kimlər ki, bu ölkəyə və başqa müsəlman ölkələrinə zərər istəyirlərsə, şər istəyirlərsə, Allah onların zərərlərini də, şərlərini də özlərinə qaytarsın. Dedi ki, xeyr əhli dua edib deyərlər ki, kim ki müsəlmanları öz silahlarını öldürmək istəyirlərsə, Allah da onları öz silahlarını öldürsün. Ən uzun Allah bilir. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahabətihi əcma'in.